Ukraynanın Rusiyaya qarşı əvvəlcə hörümçək toru, ardınca isə Krım körpüsü əməliyyatlarını həyata keçirməsi gedişata Birləşmiş Ştatların mümkün reaksiyasını aktuallaşdırıb. Kritik gərginlik fonunda Rusiyanın Ukraynadan ilk fürsətə qisas alacağı qaçılmazdı. Bəs rəsmi Vaşinqton Ukraynaya nə deyəcək? Diqqət çəkən əsas amillərdən biri Amerika-Rusiya liderlərinin danışıqlarıdır. Birləşmiş Ştatların 47-ci prezidenti Donald Trumpla Rusiyalı həmkarının 75 dəqiqəlik danışığı zamanı Ukraynanın strateji aerodromlara hücumları müzakirə edilib. Rəsmi Vaşinqtondan bildirilib ki, Rusiya Ukraynanın son hücumlarına cavab verməli olacaq və bu məsələdə Kremlin qəti mövqe nümayiş etdirdiyinə işarə edilib. Ancaq Trump Ukraynanın hörümçək toru əməliyyatı ilə bağlı nə geniş, nə də lakanik bir açıqlama verməyib. Vaşinqton liderinin bu səssizliyi yaxın günlərdə Birləşmiş Ştatlardan konkret bir mövqeyin sərgilənib-sərgilənməyəcəyi sualını aktuallaşdırıb. Analitiklərin fikrincə hər şeydən öncə bu danışıqlar Birləşmiş Ştatların xarici siyasi kursunda korrektələrə səbəb ola bilər. Trump Putin'e zəng etdi. Daha doğrusu ehtimal edirəm ki, bu əksinə olub. Yəni Putin Trump'a zəng edib. Onların telefon danışığı ictimaiyyətin və analitik dairələrin diqqətini cəlb edib. Trump bu dialoqu yaxşı bir söhbət kimi xarakterizə etsə də, onun sözlərinə görə bu danışıq yaxın zamanlarda sülhə gətirib çıxaracaq səviyyədə olmayıb. Putinin Ukraynaya cavab veriləcəyini deməsi isə düşünürəm ki, beynəlxalq aləmdə gərginliyin artması ehtimalını gündəmə gətirir. Hesab edirəm ki, bu tipli beynəlxalq dialoqlar və liderlərin ritorikası Amerika Birləşmiş Ştatlarının xarici siyasət kursunun gələcək istiqamətinə və onun ənənəvi müttəfiqləri ilə münasibətlərinə birbaşa təsir göstərmək potensialına malikdir. Trump ve Avrupa ülkeleri Zelenski'ye artık gereken desteği vermeyeceklerini yüksek sesle söylüyor olsalar da Trump'ın Ukrayna konusundaki zenginliklerini paylaşım meselesinde Avrupa ile aynı fikirde olmadıkları ve Avrupa'yı vareste tutması nedeniyle Avrupa'nın Zelenski'yi daha da güçlü kılabilmek ve Ukrayna-Rusya görüşmelerinde Ukrayna'nın elini güçlendirebilmek amacıyla bazı gizli destekleri vermeye devam ettiği de ortaya çıkmaktadır. Ukrayna'nın son Kerç Köprüsü saldırısı ve Rusya'ya dönük drone saldırılarıyla bu bir kez daha ortaya çıkmıştır. Təhlillər göstərir ki, Ukraynanın geniş miqyasda əməliyyatlarına Vaşinqtonun əməldə susqunluğu hələ bir müddət davam edəcək. İndiki situasiyada Şərqi Avropanın müqəddəratı ilə bağlı gedişlərdə Rusiyanın əlinin daha güclü olduğu hiss olunmaqdadır. Zeynəb Mirzəyeva, Real.